Sizə hansı tövsiyələr verilirdi? Düşünürəm ki, bir müəllim üçün də uğur qazanan tələbəni bu vəziyyətdə görmək çətin olardı. Heç bir tövsiyə məni ondan uzaqlaşdıra bilməyib. Heç bir tövsiyə. Amma sağ olsun Əkbər müəllim, məsəl üçün gələndə də bura fikirləşirdim ki, 6 ay gedim. Bir dəfə elə bir neçə dəfə olub, yenə öz bildiyimi eləmişəm. Yenə gələndə də fikirləşirdim ki, yenə öz bildiyimi eləyərəm. Amma bu gün artıq 2 ildir ki, mən burada işləyirəm. Mən heç bir işimdə 5 aydan, 6 aydan artıq işləməmişəm. İşləyəndə belə, o içki ilə, narkotik içki ilə, hansısa bir başqa narkotik vasitələrlə əvəz eləyirdim. Sonda 5-6 aydan sonra yenə gelirdim, ağır narkotikdən istifadə eləyirdim və bilirdilər, məni oradan uzaqlaşdırırdılar və heç bilməyəndə belə özüm orada avtomatla oradan uzaqlaşırdım. Yenidən narkotik istifadə eləmək imkanınız olsaydı, özünüzü bu bəladan necə qoruyardınız, necə qaçardınız, hansı strategiyalardan istifadə edərdiniz ki, bu bəladan uzaq olasınız? Yenidən narkotik istifadə eləmək təhlükələri olur. Hətta indi də olur. Olur, bəli. Mən orada durub oranı tərk eləyirəm və yaxud beləsinə deyim də, mənim yaşadığım ərazi Yasamaldır. Mən Yasamalın o küçələrindən keçmirəm. Minirəm avtobusa, gəlib düşürəm metronun üstündə, çıxıb gəlirəm işimə və yaxud hansısa bir məsuliyyətimi dalıycam gedirəm. İçəli insanlara bir tövsiyəniz olur ki, eləmə, gedək sağalaq. Tövsiyəm belə olur ki, 2 dəqiqədən artıq danışmıram. Ya Əkbər müəllimin nömrəsini verirəm, ya öz nömrəmi verirəm ki, əlaqə saxla, kömək eləyik. 2 dəqiqədən artıq mən onunla danışa bilərəm ki, hətta belə bir şey də olub ki, avtobusda istəməyərəkdən bir tanış var idi. O mənə nə söhbət edəcək, ancaq narkotik hardan aldı, hardan verdi, hansı narkotikdən istifadə elədi, ancaq ondan danışdı, başqa heç nədən danışmadı. Özünüzə deyirdi ki, gəlin birlikdə. Yox, özümü təklif eləməsə də, amma onun danışdığı ondan başqa bir şey deyildi. Təklif eləsə belə, bugün haradasa belə deyim də, bugün neysə başa düşürəm. Bugün seçimim var. Əvvəl seçimim var idi, başa düşmürdüm. Bugün həm başa düşürəm, həm də seçimim var. Vüqar bəy, son olaraq gənclərə nəyi tövsiyə edirsiniz? Onlar özlərini necə qorusunlar? Necə narkotikə yox desinlər? Gənclərə tövsiyəm yenə də bu nəinki narkotiklərdən, içki məclislərindəndir, siqaret belə ki, çəkməsinlər. Siz narkotik istifadə edəndə evli idiniz? Bəli. Bəs həyat yoldaşınız bu prosesi öyrənəndə neynədir? Necə davrandı sizlə? Düzdür, hər bir ailədə söhbət olur. Birinci növbədə inanmırlar. Olub, məsəl üçün, küsməklər də olub, inciməklər də olub. Amma ümidlərini itirmirdilər. Hər səfərində deyirdilər ki, biz inanırıq ki, sən bir gün düzələcəksən. Bir gün düzələcəksən, 11 il çox əziyyət vermişəm onlara. Hər şeyə rəğmən yanınızda oldu. Təslim olmadılar. Dəstək oldular, yanında oldular, ümidlərini itirmədilər. Övladınız var? 2 oğlum var. Allah saxlasın. Çox sağ ol. Burada böyüklük həyat yoldaşınıza da düşür ki, o sizi dəstəkləyib, sizə inanıb. Bəlkə də elə bu inamlardır ki, bugün artıq sizi o bəladan xilas eləyib. Ananız necə? Bəs biləndə ki, siz narkotik istifadə edirsiniz, artıq bunun alüdəçisisiniz. Bu xəbəri necə qarşıladı? Anam, bilirsən, ana evlada bağlı olur. Ata bir o qədər, necə deyim də, işlə, güclə bağlı. Səhər gedir, axşam gəlir, bir o qədər maraqlanmır. Anam çox yanımda olub, dəstək olub. Ona çox əziyyət vermişəm, zülm vermişəm. O da hansısa bir yerə kimi əlindən gələni elədi. Ondan sonra
yazığı gəlirdi mənə. Yəni ağlayırdı, öldürürdü özünü. Deyirdi ki, mən səni ya belə görmək istəmirəm də. Ya ölüb qutarsaydım, yəni sənin də canın dincələrdi, bizim də canımız dincələrdi. Amma anam bu gün yəni tam fərqli bir şey deyir ki, doğrudan da yəni çox gözəl söz deyir. Mən idmançı olan vaxtda anam heç vaxt deməyib mən səninlə fəxr eləyirəm. Amma bu günləri 2 illə ayıqam. Yəni mən deyirəm mən səninlə fəxr eləyirəm. Nə qədər yəni belə deyim də narkoman var ki, onlara kömək edirsiniz, onlara dəstək olursunuz. Belə. Yenə də fərdi özünüz üçün məşqlər eləyirsiniz, məşğul olursunuz. Burada boş vaxtlarda məşq eləyirik, bəli, uşaqlarla giririk, onlara motivasiya vermək üçün məşq eləyirik, bəli. Vüqar bəy, sizə təşəkkür eləyirəm ki, həyat hekayənizi bizimlə bölüşdünüz. Sağ ol. Belə dəyərli tamaşaçılar, həyat bir kətan parçadır. Onun üzərində rəsmləri çizməksə biz insanların işidir. Gəlin o kətan tablo üzərinə elə bir rəsmlər çəkək ki, orada dəhşətlər yaranmasın. Hər zaman özümüzü və yaxınlarımızı sevək. Onlara əziyyətli, məşəqqətli bir ömür deyil, sevgi dolu bir həyat yaşadaq. Sağ olun, salamat qalın. Oxumadıq məktəbi də, oxumadıq fərli başdı. Məktəbdə dava düşərdi koridorda, biz də dalaşdıq, dərsdən çıxardıq, səhvdən dərs çıxarmadıq. Həyatın məktəbində çaşdıq, dilimiz dolaşdı.